Bugün sizinlə aknenin müalicəsində çətinlik törədən 4 əsas səbəb haqqında məlumat vermək istəyirəm. Birinci, quruduculardan həddindən artıq istifadə olunması. Pasientlər salisil spirti və yaxud da hər hansı bir evdə hazırlanmış losyonlardan istifadə etdikdə bu pil sekresiyasını ilk əvvəl azaldır, lakin sonradan qıcıqlandırıcı təsir göstərdiyinə görə sekresiyanın artması və müşahidə olunur. İkinci, üzün mütəmadi olaraq bir neçə dəfə sabunla yuyulması. Sabun özü qələmi mühit yaratdığına görə dəridə aknenin yaranmasına səbəb olan protonobakteriyalarının toplanmasına səbəb olur, akne müalicəsinin çətinləşməsinə səbəb olur. Üçüncü, kortikosteroidlərdən, hormonal kremlərdən istifadə olunması. Dermoid, Elacon hər hansı bir kremdən istifadə etdikdə ilk əvvəl iltihabı götürdüyünə görə pasientlər bundan razı qalır. Lakin sonradan kortikosteroidlərin atrofik təsiri nəticəsində dəri nazikləşir, dəridə telongi akneziyalar, xırda kapilyarlar və kortikosteroidlərə davamlı akne formalaşır ki, bu da müalicəmizi daha da çətinləşməsinə səbəb olur. Dördüncü, ən əsas balanslaşdırılmamış pəhriz. Pasientin özü üçün tərtib etdiyi pəhriz. Bu zaman aknenin müalicəsində istifadə olunan mineral maddələrin də çatışmazlığı yaranır ki, biz müalicə edən zaman çətinliklə rastlaşırıq. Pasientlər tərəfindən bu maneə etkisi, vaxt etkisi, bizim tərəfimizdən isə müalicənin effektivliyi ilə nəticələnir. Yaxşı olar ki, istənilən dərmanı dermatoloqun nəzarəti altında qəbul edəsiniz. Əgər siz də akne xəstəliyindən əziyyət çəkirsinizsə, çox rahatlıqla Kali Dəri Klinikasına müraciət edə bilərsiniz. Heç bir iz buraxmadan bu xəstəlikdən tezliklə azad olacaqsınız.